Zorbalığın uşaqlara təsiri barədə nə deyərdiniz? Zorbalığın uşaqlara təsirləri əlbəttə çox ağır təsirləri olur. Ən çox da psixoloji cəhətdən təsirləri ağır nəticələr verir. Çünki uşaqlar öz güvəni itir, özünə inamı itir, ətrafla ünsiyyətdə çox əziyyət, çətinlik çəkirlər, inamsızlıq, ətrafa qarşı, cəmiyyətə qarşı inamsızlıq necə deyirlər, buradan yaranır. Fiziki olaraq əlbəttə uşaqlarda müəyyən görürsünüz ki, döyülmə nəticəsində bədəndə olan kəsiklər, göyərmələr, bunlar hər dəfə uşaq onu gördükcə hadisəni xatırlayır və ona ağır, yenə də psixoloji təsir göstərir. Zorbalığa qarşı tədbirlər deyildi. Əsasən zorbalığın çox hissəsi əlbəttə məktəblərdə baş verir. Əsas burada maarifləndirmə işinə diqqət yetirmək lazımdır. Maarifləndirmə işi də müəllimlər, valideynlər arasında müəyyən tədbirlər, birgə necə deyirlər, münasibətlər qurulmalıdır. Orada uşaqların da iştirakı ilə, şagirdlərin də iştirakı ilə müəyyən məsələlər birlikdə həll oluna bilər. Ondan sonra elə bir şərait yaratmaq lazımdır ki, orada uşaq başına gəlmiş hadisəni müəllimləri ilə, valideynləri ilə bölüşə bilsin. Bir də zorbalığa məruz qalmış uşaqlarla xüsusi söhbətlər aparılmalı, psixoloji dəstəklə təmin olunmalıdır. Uşaqlarımızın xoşbəxt, sağlam böyüməsi üçün zorbalığın qarşısını almaq günümüzün ən vacib məsələlərindən biridir.